dövrənə al nəvələri, sən də əzizdə, üzlərində gözümü tap, adımı çağır, kədəri qov, gizdə gülüm, sən məni gözlə. Azərbaycan ədəbiyyatının çağdaş simalarından biri Səlim Babullaoğlu. Yazıcı, şair, tərcüməçi və Azərbaycan Yazıçılar Birliyinin katibi olan Səlim Babullaoğlu türk dilli ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Qazaxstanda təşkil olunan Ədəbi Ustalıq Məktəbi və İstanbulda keçirilən 16-cı Beynəlxalq Şeir və Ədəbiyyat Festivalından müsahibim xoş təəssüratlarla qayıdıb. Qazaxstan Yazıçılar Birliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan Ədəbi Ustalıq Məktəbi layihəsində Səlim Babullaoğlu 6 fərqli mövzuda mühazirələr oxuyub. Burada deməli həm bizim bayatılardan, həm Vaqif Səmədoğlu'nun yaradıcılığından, həm Nurəngiz Günün yaradıcılığından danışdım. Eyni zamanda dünya şeirindən danışdım. Ədəbi məktəblərinin təşkili, əlbəttə ki, yetişən gənc nəsillərin dünya ədəbiyyatını daha dərindən mənimsəmək baxımdan olduqca vacibdir. Mühazirələr Çexov adına Almatıda, kitabxanada və qismən Yazıçılar Birliyində keçirilirdi. İstanbulda baş tutan 16-cı Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı isə niyə hələ də şeir mövzusuyla diqqət çəkib? İtaliya, İspaniya, Rumıniya, Sloveniya və Azərbaycan da daxil olmaqla bir çox ölkədən tanınmış şairlərin iştirak etdiyi festivalda Səlim Babullaoğlu həm Azərbaycan, həm də türk dünyası poeziyası haqqında çıxış edib. Təkcə Azərbaycan şeiri yox, çağdaş, postsovet dövrü, Qırğız, Özbək, Qazax şeiri haqqında da danışdım, öz şeirimizlə yanaşı. Festival günlərində Adnan Özərə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Birliyin fəxri diplomunu və ona böyük məmnuniyyətlə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim elədim. Hesab edirəm ki, bu festival həm ölkələrimiz arasında ümumiyyətlə türk dünyası ədəbiyyatlarının populyarlaşdırılması baxımından vacib tədbirdir. Qazaxstanda gənclərə ədəbiyyatın dərinliyini öyrədən, İstanbulda isə şeirin varlıq səbəbini izah edən Səlim Babullaoğlu üçün poeziya sadəcə sənət deyil, həyat tərzidir. Onun çıxışları bir daha sübut etdi ki, dünya dəyişsə də sözün dəyəri dəyişmir. Ona görə də sualın cavabı aydındır. Niyə hələ də şeir? Çünki insan hələ də yaşayır, yaradır, düşünür və hiss edir. Əzizə Mahmudzadə, Sabir Şahvələdov, Çinarə Vaqif, Telesəhər.